Paytaxtın rəmzlərindən biri Bakı bulvarı daima yenilənərək inkişaf eləyir. 116 yaşlı bulvar genişlənmə layihələri ilə həm şəhər sakinləri, həm də qonaqlar üçün bundan sonra da cəlbedici və funksional bir məkana çevriləcək. Planlaşdırılan yeni layihələr haqqında süjetimiz var. 2040-cı ildə Zığ ərazisinə qədər Bakı bulvarının uzadılması məsələsi gündəmdədir və bu da Bakı bulvarının dənizkənarı Milli Parka olan dövlətin diqqətinin, qayğısının nəticəsidir. Bir o tərəfə bax, nə olub ki? Oradakı kişini deyirəm, məncə o səhərdən biz tərəfə baxır. Sarsağlama. Cəmaət sahilə gəlir ki, dənizə tamaşa eləsin. O Qızı Tapın filmində də deyildiyi kimi bir çoxlarının üçün üst tutduğu məkandır 116 yaşlı Bakı bulvarı. Bugün illər keçsə də hələ də Bakının ən məşhur simvol kimi parlayır. Çünki daim inkişaf edir. Sözümüzün canı var. Təkcə 2000-ci illəri götürsək, bulvarda onlarla yeni layihənin reallaşdığının şahidi olarıq. Bakı bulvarının genişləndirilməsi 2009-cu il. Yeni təmir, təmizlik işləri və yerləşmə sistemi 2010-2015-ci illər. Bakı bulvarı ilə əlaqədar nəqliyyat infrastrukturunun yenilənməsi 2010-cu il. Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Bayrağı Meydanı 2014-cü il. Bakı bulvarı sahilindəki parkların modernləşdirilməsi 2018-ci il. Bakı Dənizkənarı Milli Parkı çərçivəsində yeni yaşıllıq zonalarının yaradılması 2020-ci il. Lakin görülən işlərlə kifayətlənmək olmaz. Yeni və daha geniş layihələr gündəmdədir. Ağşəhərdən Zığa qədər uzanacaq bulvar ərazisində köhnə infrastruktur dəyişdiriləcək və yeni sistemlərlə əvəzlənəcək. Bu layihə üçün təqribən 15 il tələb olunur. Bulvarın bu istiqamətdə uzadılması təqribən 8 kilometr uzunluğunda və 247,8 hektar sahəyə sahib olacaq yeni bir bulvar zonasının yaranmasına şərait yaradacaq. Bu ərazilər gələcəkdə ictimai parklar və yaşıllıq sahələri olaraq istifadə ediləcək. Genişləndirmə layihələri həyata keçirildikdən sonra ümumilikdə 258,5 hektar sahədə yüksək keyfiyyətli ictimai yaşıllıq sahələri olacaq. Bakı bulvarının ümumi uzunluğu 2040-cı ildən sonra 25 çox olacaq. Bundan başqa, biz artıq 2 ildir ki, dağ layihələrini bulvarda da görə bilirik. Təbii ki, keçən il əgər 50.000 ədəd dağ layihəsi əkilmişdisə bulvarda, bu il 3 dəfə artaraq 150.000 dağ layihəsi əkilib və 18 müxtəlif rəngdə dağ layihəsini görürük biz bulvarda. Bundan sonra da təbii ki, biz mövsümə uyğun olaraq bilirsiniz ki, yaz mövsümündən sonra yay mövsümü gələndə bulvarda adəti üzrə çiçəklər, güllər də mövsümə uyğun olaraq yenilənir. Dənizkənarı Milli Parkda yeni və əyləncəli atraksiyonların quraşdırılması da layihələr arasındadır. Həyata keçirilən böyük və əhəmiyyətli layihələr Dənizkənarı Milli Parkı dünyanın ən mötəbər mükafatlarından biri olan Niderlandda Ümumdünya Şəhər Parkları mükafatına layiq görülməsinə səbəb olub. Bakı şəhərinin əvəzolunmaz incisi olan bu park həm də maddi-mədəni irsimizin tarixi və ən yaxşı şəkildə əks etdirir. Bulvarın tarixi və gələcəyi ilə bağlı daha ətraflı məlumat almaq istəyənlər burada təşkil edilən sərgiyə baş çəkə bilərlər. Fidan Mahmudova, Xalid Əliyev, Əntiqə Fərəcova, ASTV Xəbər.